Amerika Birləşmiş Ştatları Kiyevi razı saldı. Putinin təklifinə isə absurddu deyildi. Rusiya prezidenti Vladimir Putinin mayın 9-da Ukraynaya atəşkəs təklifi absurddur. Atışmanı ən azı 30 gün müddətinə dayandırmaq lazımdır. Report RBK Ukraynaya istinadən xəbər verir ki, bu barədə Fox News telekanalına açıqlamasında Amerika Birləşmiş Ştatları prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kate Kellogg bildirib. 3 günlük atəşkəs ideyası absurddur. Prezident Trump daimi hərtərəfli quruda, havada, dənizdə, o cümlədən infrastrukturda ən azı 30 gün müddətinə uzadılma imkanı ilə atəşkəs olmasını istəyir. Kellogg xatırladıb ki, Ukrayna artıq belə bir təkliflə razılaşıb və indi növbə Rusiya tərəfindədir.